tavsiye ederim. Rəhmətli Polad Həşimov generalımız şəhid olan vaxtı könüllü yazılmışdı. 21-də toplanışa qatıldı. Xüsusi dəstədə könüllü olaraq iştirak etmişdi. Orada da xüsusi tapşırıqda döyüş yoldaşını pusuqdan çıxardığında şəhidlik zirvəsinə ucalmışdı. Şəhidlərimiz tək ailəsinin yox, bütün Azərbaycanın fəxridir. Vətənimizin qeyrət nümunəsidir, vətənimizin qeyrətli oğullarıdır. Azərbaycanımızın, dövlətimizin, xalqımızın, elimizin, ülkəmizin üzü ağ, başı ucu olsun deyə əziz canlarını fəda elədilər, əziz canlarından keçdilər. Onlar getdi, ancaq adları əbədiyyən qaldı. Damarında Azərbaycan qanı axan hər bir kəsin qəlbində, hər bir kəsin xatirində. Allah şəhidlərimizin ruhlarını bizdən razı eləsin, ruhlarını şad olsun demirəm, çünki onların ruhları onsuz da şaddır. Bizi də belə görəndə, bir yerdə görəndə, həmrəh görəndə onların ruhları şad olur. Şəhid analarının, atalarının əllərindən öpürəm. Əziz şəhidlərimiz kimi ki əziz bilirdi, onların qarşısında baş əyirəm. Hər bir kəsin fərqi yoxdur, balası olsun, ailəsi olsun, qardaşı olsun, bacısı olsun, ata-ana öz yerində, ata-ananın məqamı ucadır. Əllərindən öpürəm, qarşılarında baş əyirəm, Allah qazilərimizə şifa versin.